2026 ilin fevralında başlayan əməliyyat sadəcə iki ölkə arasındakı münaqişə deyil. Bu 21-ci əsrin ən böyük geosiyasi şahmat oyunudur. Bir tərəfdə İranın hərbi və nüvə gücünü darmadağın etmək istəyən ABŞ və İsrail, digər tərəfdə isə bu xaosdan öz xeyrinə istifadə edən Rusiya və Çin. Bəs bu qanlı şahmat taxtasında kim şah deyəcək, kim mat olacaq? ABŞ-nin strategiyası aydındır. İranın mərkəzi sinir sistemini iflas etmək. İlk 24 saatda 1000-dən çox hədəf vuruldu. Amma maraqlı bir detal var. Müharibənin 4-cü həftəsində Pentagon artıq bahalı Tomahawk raketlərindən imtina edib. Daha ucuz və bol olan JDAM sursatlarına keçib. Niyə? Çünki Washington bu müharibənin nə qədər çəkəcəyini bilmir. Prezident Trump hədəfləri böyükdür. Nüvə proqramını yox etmək, donanmanı darmadağın etmək. Lakin bir problem var. İran rejimi daxildən sarsılsa da hələ də asimetrik zərbələr vurur. Pentagonun ən böyük qorxusu isə budur. İranın çökməsi regionda idarə olunmaz bir vakum yarada bilərmi? Pentagon üçün zəifləmiş, lakin ayaqda qalan bir rejim, tamamilə çökmüş və kimin idarə etdiyi bəlli olmayan bir coğrafiyadan daha az təhlükəli hesab olunur. İran alovlar içərisində yanarkən Kremldə kimlərsə gizlicə gülümsəyir. Niyə? Çünki bu müharibə Rusiyanın Ukraynadakı yükünü yüngülləşdirir. ABŞ-nin öz hava hücumundan müdafiə raketlərini Ukraynaya yox, İrana və Körfəzə göndərməyə məcburdur. Üstəlik neft qiymətləri Hörmüz boğazındakı hər bir gərginlik Rusiyanın xəzinəsinə milyardlarla dollar deməkdir. Putin üçün İran sadəcə bir müttəfiq deyil, həm də ABŞ-nin diqqətini yayındıran ən böyük qalxandır. Rusiya İrana kəşfiyyat məlumatları ötürərək ABŞ-nin itkilərini artırmağa çalışır. Çünki ABŞ nə qədər çox bataqlığa batsa, Rusiyanın şərqi Avropadakı əli bir o qədər güclənəcək. Bəs Pekin? Çin bu oyunda ən soyuqqanlı oyuncudur. İran Çinin enerji təhlükəsizliyinin mərkəzindədir. Pekin İran neftinin 90%-ni alır. Lakin Çinin əsas məqsədi başqadır. Washingtonun ən güclü donanma qrupları indi Sakit Okeandan çıxıb Hörmüz boğazına cəmləşib. Bu Tayvan üçün fürsət pəncərəsi deməkdirmi? Çin İrana birbaşa hərbi kömək etmir, amma raket hissələri və iqtisadi yardımla Tehranın tamamilə süqutunun qarşısını alır. Onlar üçün ideal ssenari nəticəsiz, uzun və yorucu bir müharibədir. ABŞ nə qədər çox zəifləsə, Pekin Tayvan üzərində o qədər rahat hərəkət edə biləcək. Bu şahmat taxtasında sadəcə böyük güclər yoxdur. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveyt. Onlar artıq sadəcə tamaşaçı deyillər. İranın raketlərinə qarşı göstərdikləri 90%lik müdafiə uğuru regionda yeni bir hərbi ittifaqın, bəlkə də Yaxın Şərq NATO-sunun xəbərçisidir. Amma bir qorxu var. Əgər İran tamamilə çöksə, bu ölkələr milyonlarla qaçqın və etnik münaqişələrlə necə mübarizə aparacaqlar? General David Petrus illər öncə İraq üçün soruşmuşdu. Bunun necə bitəcəyini mənə de. Bugün eyni sual İran üçün keçərlidir. Bəli, ABŞ hərbi cəhətdən güclüdür. Amma bu şahmat oyununda qalib gəlmək üçün sadəcə bombalamaq yetərli deyil. Diplomatik çıxış yolu tapılmasa, bu müharibə bütün qlobal sistemi özü ilə bərabər üsuluna apara bilər. ABŞ İranı demokratikləşdirə biləcəkmi? Yoxsa Rusiya və Çin bu xaosdan yeni dünya nizamı qurmaq üçün istifadə mi edəcək? Şərhlərinizi gözləyirik. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.